Bismillahirrahmanirrahim. Değerli izleyiciler, sosyal medyada bir grup insanları görürük ki, onların missiyaları insanlara yanlış istiqamət verməklə, yanlış fikirləri onların beyninə dolduraraq səhv yola yönəltməklə məşğuldurlar. Bu insanlar həqiqətdə İsrail projesinin, İsrail təbliğat projesinin tərkib hissəsidirlər. Bugün onlardan birinin necə özünü təksib etdiyini və hansı maraqlara xidmət etdiyini, necə satıldığını öz dilindən sizə təqdim edəcəyik. Yəni, bu videonu izləyəndə görəcəksiniz ki, bunlara başqa bir şərh lazım deyil. Bunlar hansısa bir məqama, hansısa bir məbləğə özlərini satan və yad qüvvələrə xidmət edən insanlardılar. Bunları tanıyın və bunların fitnələrinə uymayın. Buyurun, izləyək. Bu məsələsi ilə bağlı da bunlar belə yanaşacaqlar. Bunlar o qədər vicdansızdılar. Bunlar o qədər əclafdılar, üzr istəyirəm söyüşlərimə görə. Bunlar özləri cinayəti törədirlər. Leyla xanım deyir ki, İlham Əliyev münasibət bildirsin. İlham Əliyev çıxıb deyəcək ki, mən bunu istəyirəm. Kim cinayətkar tapılmalıdır, cəzalama, o deyəcək də, Heydər Əliyevdir, deyə getdi də elələr. Elə deyirdi də. Yəni o bizim hansı yaramıza məlhəm olacaq ki? Yəni bu adamın deməsinin heç əhəmiyyəti yoxdur. Çünki bu adamın başçılıq etdiyi hakimiyyət bunun sifarişini verir. İcraçı da bunların adamlarıdır. Bu əxlaqsızlıqları törədənlər bunların adamlarıdır. Bu kimə qaranlıq məsələdir ki? Sadəcə olaraq biz bunların kökünü kəsmək haqqında düşünməliyik. Yəni Azərbaycanda bu günləri terrora köklənmiş bir tayfa, bir rejim hakimiyyət başındadır. Bir nəfər Elmarı öldürməklə bu vicdansızlar elə fikirləşirlər ki, biz jurnalistləri qorxudacaqlar. Mən onlara səslənmək istəyirəm. Siz bizi qorxuda bilmədiniz. Gözləmədiyim bir şəkildə əslinə qalanda bu hadisə baş verdi. Yəni mənə əməkdar jurnalist fəxri adı verildi. Cənab Prezidentin diqqəti idi. Yəni mən düşünürəm ki, hər halda ölkə başçısı və onun komandası bizim fəaliyyətlərimizi yetərincə yaxından izləyib, faydalı bir şeylər görüb ki, bu fəxri ada bizi layiq görüb. Ona görə də mən Cənab Prezidentə təşəkkür edirəm. Yəni bu baxımdan əlbəttə ki, çox xoş hisslər keçirirəm, çox sevinirəm və buna görə mən həqiqətən də Cənab Prezidentə təşəkkür edirəm. Biz xüsusən jurnalistlər, azad sözün müdafiəçiləri birmənalı şəkildə, bir mənalı deyirəm, çünki elə həmkarlarımız var, iki başlı sözlər danışırlar. Nə bilim, belə oldu, elə oldu. Gəlin mövqeyinizi müəyyənləşdirin, ya o tərəfdəsiniz, ya bu tərəfdəsiniz. Mən demirəm ki, biz siyasi mübarizə aparaq. Biz sadəcə olaraq azad sözün qələbəsi üçün mövqeyimizi müəyyənləşdirək və dəqiq olaraq deyək ki, biz kimik? O tərəf bu tərəfdə qalmayın. Bir ayağı o tərəfdə, bir ayağı bu tərəfdə olanlar var. Ona görə biz mövqeyimizi müəyyənləşdirməliyik və bir mənalı bu itlərə deməliyik ki, biz sizdən qorxmadıq, qorxmayacağıq. Yüzümüzü öldürsəniz belə qorxmayacağıq. Və lazım gəlsə biz də öldürməyə gedəcəyik. Ta o günə kimi ki, sizin kimi itlər sussunlar. Yəni bunlar haqqında başqa bir söz deməyə dəyməz. Bunlar budurlar. Dünən söydükləri, təhqir elədikləri, dünənləri necə deyir, insanlığa sığmayan ifadələrlə ittiham elədikləri, tənqid elədiyi, təhqir edildiyi insanlara bugün təşəkkür eləyirlər. Yəni bunlar budurlar. Sabah bunlara daha artıq pul verən olanda daha artıq satqınlıq edəcəklər. Bunları tanıyın və bunların fitnələrindən özünüzü qoruyun. Vəssalamu aleykum və rəhmətullah.